Bəli, neçə gündür reklam gedirdi. Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq. Sentyabrın 28-nə toy təyin olunub. Gülistan sarayında olacaq toy, keçiriləcək. Toyda təbii ki, iş adamları, müxtəlif sənət nümayəndələri, siyasətçilər, Zeynəb Xanlarova yaxın olan insanlar iştirak edəcək. Nəvəsinin adı Zeynabdır. Öz adını Zeynəb xanım ona veribdir. Həm də nəvəsi Zeynəb Xanlarovanın nəvəsi Zeynəb 2023-cü ildə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində vəzifə verilib sənətçinin qızına, nəvəsinə daha doğrusu. Mən orada bir yazıya rast gəldim, bir materiala. Sadıq Zərbəliyevdir də. Onlar 25 il, 30 ildən çoxdur bir yerdə çalışırlar. Sual veriblər ona ki, Sadıq müəllim, Zeynəb xanımın nəvəsinin, yəni kiçik Zeynəbin toyuna gedəcəksiniz. O deyib ki, hələ məni dəvət etməyiblər. Dəvət etsələr, qaça-qaça gedəcəm. Hörmətli Zeynəb xanım, Sadıq Zərbəliyevi mütləq toya dəvət etmək lazımdır. Sevinciniz bir olub, kədəriniz bir olub, həmişə bir yerdə olmuşsunuz, uzun yol getmişsiniz, uzun yolları kəsi etmişsiniz, qısa etmişsiniz, amma getmişsiniz, geri dönmüşsünüz. Yəni Sadıq Zərbəliyev deyir, gileylənir. Hələ məni toya çağırmayıblar. Sadıq müəllim, sentyabrın 28-də olacaq toy. O vaxtda inşallah sizi dəvət edərlər.